Artıq bir neçə gündür ki, paytaxtda dumanlı hava şəraiti müşahidə edilir. Ancaq belə hava Bakı kimi şəhərlərə xarakterik deyil. Bəs görəsən dumanlı hava paytaxtda nə zamana qədər davam edəcək? Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova moderator ASA danışdı. Qeyd etdi ki, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-ə qədər davamlı olacağı gözlənilir. Müşahidə edilən duman siloptik şəraiti ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. İnversiya dumanın yaranması əsasən temperaturun paylanmasından asılı olur. Belə ki, normal atmosfer şəraitində daha yuxarı təbəqələrə qalxdıqca havanın temperaturu aşağı enir, inversiya adlanan şəraitdə bu qayda pozulur. Temperatur yuxarı qalxdıqca artır. Nəticədə az hərəkətlilik hava kütlələri daxilində dumanın yaranması üçün əlverişli şərait yaranır. Əsasən səhər və axşam saatlarında dumanlı hava şəraiti müşahidə edilir. Gündüz yerüstü temperaturun yüksəlməsi dumanın bir qədər seyrəlməsinə səbəb olur. Bir neçə gündür cənub-şərq küləkləri üstünlüyü təşkil edir. Həmçinin cənub-şərq küləyi dumanın davamiyyətli olmasına şərait yaradır. Onu da əlavə edim ki, ölkə ərazisinə müşahidə olunan dumanlı hava şəraitinin martın 14-ə qədər davamlı olacağı gözlənilir.